Salam hörmətli izləyicilər. Bugün sizə 2026-cı il üçün Buğa bürcünün ulduz falını təqdim edirik. Falımızda iş həyatı, sevgi, maddi durum, sağlamlıq və gündəlik həyat haqqında ətraflı və düzgün məlumatlar olacaq. Ümumi proqnoz 2026-cı il Buğa bürcü üçün sabitlik, yüksəliş və daxili rahatlıq ilə olacaq. Uzun müddət gözlədiyiniz bəzi mövzular bu il öz həllini tapacaq. Səbirli olmağınız sizə böyük üstünlüklər qazandıracaq. İş və karyera 2026-cı ildə buğalar üçün iş həyatında mühüm dəyişikliklər görünür. İlin ilk yarısında məsuliyyətiniz arta bilər, amma bunun qarşılığında hörmət və etibar qazanacaqsınız. Yeni iş təklifi və ya vəzifə artımı ehtimalı yüksəkdir. Öz işini quran buğalar üçün isə uğurlu genişlənmə dövrüdür. Maliyyə və pul. Pul mövzusunda 2026-cı il ehtiyatlı, amma bərəkətli olacaq. İlin ortalarından sonra gözlənilməz gəlir və ya borcların bağlanması mümkündür. Lazımsız xərclərdən qaçsanız, ilin sonunda maddi rahatlıq sizi gözləyir. Sevgi və münasibətlər. Subay buğalar üçün 2026-cı il ciddi münasibət ilidir. Tanış olacağınız insanla uzun müddətli əlaqə qurmaq ehtimalı yüksəkdir. Evli və münasibətdə olan buğalar üçün isə qarşılıqlı anlayış və sədaqət ön planda olacaq. Keçmiş inciklikləri geridə qoymaq münasibəti daha da gücləndirəcək. Sağlamlıq. Sağlamlıq baxımından il ümumilikdə stabildir, ancaq stres və yorğunluğa diqqət yetirmək lazımdır. Daha çox istirahət, düzgün qidalanma və yüngül idman enerjinizi yüksəldəcək. Gündəlik həyat 2026-cı ildə buğalar həyatlarına nizam, balans gətirəcəklər. Yeni hobbilər, səyahətlər və şəxsi inkişaf sizi ruhən gücləndirəcək. Özünüzə daha çox vaxt ayırmaq bu ilin əsl qazancı olacaq. Sonda demək olar ki, 2026-cı il Buğa bürcü üçün sakit, uğurlu və dəyərli bir il olacaq. Əgər video xoşunuza gəldisə kanala abunə olub, videonu bəyənib paylaşmağı unutmayın. Təşəkkür edirəm.